Binə safxozda 160-ın son dayanacağına 300 metr məsafədə sizlərə 3 otaq tam əşyalı evimizin təqdimata gəlmişik. Paltaryan, xaladin, bir də bu kondisioner. Yan-yana yerləşir üçüdə. Bunlar götürüləcək, qalan hər bir şey qalır. Elə mətbəx mebelinə 3000 manatdan çox pul xərcləyiblər. Bura qonaq otağımızda gördüyünüz kimi. Bütün dəstləri yenə qeyd edirəm qalır. Heç nə götürülmür. Yataq otağı dəstədir. Yəni bu 3 saydığım xaladin, paltaryan, kondisionerdəki ev yəsinin hədiyyəsidir deyə, hədiyyə veriblər deyə onu vermir. Yoxsa onu da qoyub gedərdi. Yəni əşya marağında olan adam deyil. Koridor sistemli evdir. Gördüyünüz kimi belə bir ev. İndi daxil olaq, daha doğrusu xarici olaq, evin xarici interyeri ilə də tanışılaq. Evimizin xarici görünüşü də daxili görünüşü kimi gözə çarpımlıdır. Həyətə maşın rahat daxil olur. Kombisi gördüyünüz kimi bağlı bir qutuya qoyulubdur. Kombisi də var. Podvaldan otaqların hamısına keçid var. Pəncərə raşotkalarına qədər çəkil və fronton tipli belə bir görünüşə malik evdir. Qapı açıldı birbaşa məhəlləyə maşın çıxır. Heç həyətə maşın salmağa ehtiyac yoxdur. Ev sahibi də maşını qapının qabağında saxlayır. Çünki böyrdən də maşın rahat keçə bilir. Qazı işığı da var. Suyu da artezan suyudur. Qiymət 57 min. 160-ın son dayanacağına 300 metr məsafə.